Redaksiya olaraq bugün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Akstafa rayon Poydu kəndində fəaliyyət göstərən Əhmədov Heydər Əhmədoğludur. Qara, sürüşkən, qurda bənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu, təbiət həkimləri bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilmişdir. Zəlidən düzgün istifadə qaydasını sadəcə bilmək çox vacibdir. Heydər müəllim də məhz insanları bu cür zəli və digər insanlara sağlamlıq verən ot bitkiləri ilə müalicə edir. Heydər müəllim öz işinin peşəkarı bir insandır. O işi ilə yanaşı dövlətə, dövlətçiliyə, xalqa, millətə, ulu öndərin ideyalarına və onun siyasi kursuna hər zaman sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki, bu tendensiya bugün də davam edir. Onun həyat salnaməsinə, yaşadığı illərə, dövrlərə nəzər salanda görürük ki, o hər zaman öz bacardığı işin, gördüyü işin öhdəsindən layiqincə gəlmiş, həm bütün xəstələrinin, həm də xəstə yaxınlarının rəğbət və hörmətini qazanmışdır. Heydər müəllim öz işinin peşəkarı bir insandır. Həmçinin işinə böyük sevgi və hörmətlə də bağlıdır. Bugün Heydər müəllim demək olar ki, bütün yanına gələn xəstələrin hər birini bu cür zəli və müasir ot bitkiləri ilə müalicə edir. Biz də bu çətin və şərəfli işini, həmçinin bir o qədər də məsuliyyətli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Heydər müəllimə təşəkkür edir. Ona gələcək işlərində uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik. Hər daim var olasınız, əziz Heydər müəllim.